Sabahınız xeyir əziz futbol sevərlər. Misli Premier Liqasında 20-ci turun ikinci oyun günündə hər birinizi xoş gördük. Biz sizinlə Yevlax şəhər stadionundayıq. Ev sahibi qismində çıxış edən Kəpəz bugün Neftçini qəbul edir. İki köklü komandamız bugün üz-üzə gəlir. 20-ci tura ötən gün start verildi. Keçirilən görüşlərdə qeydə alınan nəticələr İmişli Qarabağ 0-1, Zirə Karvan Yevlax 1-0. Bugün Kəpəz Neftçi və Araz Naxçıvan Sumqayıt oyunları bizi gözləyir. Sambo və Emin Mahmudov hazırdılar. İşarə gəldi. Maç başlandı. Hər iki komandaya uğurlar. Sambo dərhal qapı istiqamətdə zərbə və bir anlıq sanki Yusif İmanov qapını itirmişdi. Təhlükəli bir zərbə idi. Gözlənilməz bir qərar. Neftçinin forvardından Basala Sambo'dan topa dəqiq zərbə indirə bilmədi. Neftçinin hücumu davam edir. Ötürmə, bu bir başa qapıya zərbədir. Top qapıdan yan keçdi. Üst-üstə iki epizod. Emin Mahmudov. Fərəc, təhlükəli ola bilər. İmad Fərəc cərimə meydançasına baxır. Qap başını qaldırdı. Ötürməsini etdi. Qapıya zərbə Basala Sambo və Yusif İmanov. Fərqlənməyə yaxın idi Neftçi. Ötürməsi sol cinaha, İmad Fərəc. Rauf Selli qarşısında, Fərəc. Ötürməsini edir. Təhlükəli ola bilər. Basalo Sambo. Gol! Basalo Sambo. Müdafiəçilər burada yuxuladılar. Yusif İmanov da sanki müdafiəçilərdə arxalandı. Basalo Sambo burada topa şıqıdı. Topa dəqiq baş zərbəsi indirdi və topu qapıdan keçirdi. Son oyunlarda Sambo çox gözəl formadadır və növbəti qolu Kəpəzin qapısına qeydə alınır. Bir daha baxırıq. Fərəc verdi. Sambo vurdu. Qapçı da daxil olmaqla 4 rəqib futbolçunun əhatəsində olmasına baxmayaraq Sambo çox gözəl bir şəkildə bu topa çıxır. Dəqiq baş zərbəsi ilə topu qapıdan keçirir. Kəpəz 0, Neftçi 1. Basalo Sambo qarşılaşmanın 27-ci dəqiqəsində fərqlənir. İşarə gəldi, ötürmə edilir. Qapıya zərbə olacaqmı? Təhlükəli anlar, amma burada Paço. Əllə oyna işarə var idi burada. Gəlin baxaq. Əllə oyna işarə var burada. Mustafa Sek. Bir tərəfdən əl yoxdur. Penalti yoxdur. Fikirləri səslənir. Digər tərəfdən penalti olmalıdır. Hakim baxır. Əli Əliyev nöqtəni göstərir. Rauf Selli zərbəsini indirir. Rauf Selli və top qapıda 1-1. Bərabərlik qolunu vurur. Bu mənada nə qədər istəkli olduğunu söyləyə bilərik. Emin Səfərov təhlükəli ola bilər. Emin Mahmudov qapçı ilə üzə qalır. Ötürmə edilir və top qapıdadır. Basala Sambo müdafiədə inanılmaz çobuk bir səhv və Neftçi öz qolunu vurur. Gol! Basala Sambo! Basala Sambo! Neftçi 2, Kəpəz 1. Çox sürətli bir şəkildə hər şey inkişaf edir. Gol barda yoxlanılacaq Kəpəz futbolçuları. Bax, hər şey bu epizodda başladı. Emir Səfərovla Abuladzənin mübarizəsi. Emir Səfərov topu qazanır. Elə Abuladzədən top gəlir. Düşür Emin Mahmudovun qarşısına. O da bir gözəl ötürmə edir. Samboya burada yalnız topa toxunmaq qalır ki, o da bunu yüksək peşəkarlıqla bacarır. İmad Fərəc cərimə meydançasındadır. Fərəc dəstək gözlədi. Mustafa Sekdan dəstək alır. Zərbə, daha bir zərbə və top qapıdadır. 3-1, 3-1. Sona qədər mübarizə aparmaq lazımdır. Bu epizoddan maksimum yararlandı Neftçi.
Buna qədər rəqibi təzyiq altında saxladı və ardıcıl 2 qol vurmağa nail oldu. Qonaq Neftçi komandası. 50-ci zərbədə qapıdan kim keçirdi? Emin Mahmudov idi bu. Yoxsa? Bir daha baxaraq bu hücuma. Mustafa Sek ötürməkdir. Oyundan kar vəziyyətə oxşamır bu epizod. Yusif İmanovdan qaydan top və Emin Mahmudov usta bir hərəkətlə uzaq küncə topu qovuşturur və beləcə hesab 3-1 olur. Və Əli Əliyev bununla da birinci hissəni başa vurur. Yox, Fərid Nəbiyev meydandadır. Çox maraqlıdır ki, Luis Paçino əvəz edir, üzr istəyirəm, Azər Bağırov. Neftçi niyyəti, bir qədər sonra Neftçinin hücumunu gəlin izləyək. Mustafa Sək qapıya zərbə və top qapı direğindən geri qayıtdı. 4-cü qola çox yaxın oldu indi Neftçi. Burada 50 oyuna itiraz var idi, amma top düşünürəm ki, Neftçidə qaldığı üçün hakim Əli Əliyev haqlı olaraq oyunu davam etdi. Falaya Sako, əla hərəkət, Sako, qapı qarşısında ötürmə, qapıya zərbə, Yusif İmanov, qaydan top, oyundan kənarı vəziyyət, yan xəd hakiminin bayrağı havadadır, offside. Təkrar izləyirik, bəli, bu offside'dir. İmad Fərəc, ötürmə cərmə meydançısında Emin Mahmudov, qapıya zərbə indirilir, Yusif İmanov komandasını real qoldan xilas etdi. Hakim oyunu davam edir. Vincent Abubakar, qapıya zərbə, Yusif İmanov yerində. Çox dinamik, aktiv bir futbol izləyirik. Falaya Sako, qapı qarşısına top göndərildi. Abubakar, Vincent Abubakar, ötürmə, qapıya zərbə, Yusif İmanov. İmad Fərəc 4-cü qol vurmağa çox yaxın idi. Mustafa Sək. Görüşdə 71-ci dəqiqə gedir. Ortiz. Qayda Poslub ona qarşı. Qırmızı vərəqə. Birbaşa Əli Əliyev qırmızı vərəqə göstərir məqsəd sahiba. Kəpəz meydanda azlıqda qalır. Buna qədər əlini cibinə belə atmayan Əli Əliyev bu epizodda birbaşa qırmızı vərəqə çıxarır. Məqsəd İsayev. Varqaz ötürmə, İmad Fərəc. Fərəc cərmə meydançasındadır. Qapı qarşısında ötürmə, qapı direğindən daha bir top qayıtdı. Vincent Abubakar. Abubakar, Abubakar, Abubakar. Yine de qapı direği. Vincent Abubakar'ın günü değil bugün. Luis Ortiz'e əla bir ötürmə. Ortiz. Aldancı hərəkətlər. Qapıya zərbə olacaqmı? Və Abubakar. Daha bir zərbə. Stogrin. Qarşılıq yaranıb indi Kəpəzin cərmə meydançasında və bu zərbədə qeyri-dəqiq alınır. Və bu da son. Əli Əliyevin final fiti Neftçinin növbəti qələbəsini rəsmiləşdirir.